Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı çərçivəsində üzgüçülük hamı üçün yarışına start verildi. Bakı Su İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirildi. Daha sonra Gənclər və İdman Naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladı. Çıxışların ardınca mübarizəyə start verildi. Ölkə üzrə 4-cü dəfə təşkil olunan yarışda 9-10, 11-12, 13-14, 15-16, 17-19, 20-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 və 60 yaşdan yuxarı yaş kateqoriyaları üzrə ümumilikdə 1551 iştirakçı mübarizə aparır. Yarışlar Bakı və regionlarda yerləşən ümumilikdə 37 üzgüçülük hovuzunda keçirilir. Artıq 4-cü dəfə biz bu tədbiri keçirdirik və bu tədbirin özəlliyi odur ki, burada həvəskarlar iştirak edir və Azərbaycanda olan, demək olar ki, mövcud olan bütün hovuzlar, müxtəlif rayonlar, burada siz monitorlardan da görə bilərsiniz. Bu dəfə də 37 hovuz qoşulubdur. Eyni zamanda start verdi və növbəti ayda artıq final yarışları keçiriləcək. Bu hovuzlarda yaxşı nəticə göstərmiş idmançılarımız final mərhələsinə qatılacaqlar növbəti ayda. Bununla yanaşı qardaş Türkiyənin idmançıları da bu artıq 3-cü ildir ki, bu tədbirə qoşulurlar və ənənəvi olaraq da növbəti ayda final mərhələsinə artıq onlar canlı olaraq buraya gələcəklər. Qeyd edək ki, hər yaş kateqoriyası üzrə ilk 2 yeri tutan idmançılar 2026-cı ildə Türk dövlətləri arasında keçiriləcək Üzgüçülük Hamı üçün layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar. Nazilə Əhmədova, Elxan Hüseynov, Real.